eşitdim, amma ağlıma gəlmədi silah səsi. Elə bildim bir hansı sinifdə şkaf düşdü və belə bir. Uşaq neçənci sinifdə oxuyur hadisəni törədən? Deyəsən onda. Onda. Bəs müəllim nə müəlliməsi idi? Riyaziyyat. Hadisə yemək vaxtında. Hansısa uşaq gətirmişdi, yekə avtomatı yerə qoymuşdu. Fevralın 6-sında paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərin birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən tutulub. Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışını keçirir. Eləcə də hadisənin baş vermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir. Fevralın 6-sı səhər saat 9 radələrində Özəl İdrak Liseyinin qarşısında şagirdi tərəfindən ov tüfəngi ilə güllələnən müəllim kliniki tibbi mərkəzə yerləşdirilib. Onun müalicəsi cərrahiyyə şöbəsində davam edir, vəziyyətinin ağır olduğu bildirilir.